İraqın Bəsrə şəhəri ilə üzbəüz sərhəd xəttində yerləşən İran zastavası bombalanıb. Bu barədə sosial mediada görüntülər yayılıb. İsrail ordusu Zəncanda strateji əhəmiyyət daşıyan dəmir yolu körpüsünə zərbə endirib. Bu gecə qədim bir sivilizasiya məhv olacaq. Bu barədə Amerika prezidenti Donald Trump deyib. Trump İranı nəzərdə tutaraq qeyd edib ki, o bir daha bərpa olunmayacaq. İran əvvəlki məhdudiyyətlər olmadan zərbələr endirməyə hazırdır. Bu barədə Sepah məlumat yayıb. Amerikanın regional tərəfdaşları da bilməlidir ki, indiyə qədər mehriban qonşuluq münasibətlərindən irəli gələrək böyük təmkin nümayiş etdirdi və cavab zərbələri üçün hədəflərin seçilməsində müəyyən məhdudiyyətlər var idi. Lakin indi bütün bu məhdudiyyətlər aradan qaldırılıb. İranın Xark adasına zərbə endirilib. Fox News-un məlumatına görə Amerika Xark adasındakı bunkerlərə, radar stansiyasına və susat anbarlarına zərbə endirib. Hizbullah İsrailin şimal bölgələrini növbəti dəfə raket atəşinə tutub. Bu barədə yerli media məlumat verib. Qeyd olunub ki, hücuma görə Nəhariyə sahil şəhərində və ətrafdakı Rosh Ha-Nikra, Şlomi, Beset, Liman, Mesuba qəsəbələrində, həmçinin Milyot sənaye bölgəsində hava-hecanı siqnalları verilib. Nəhariyə şəhərində avia zərbələr nəticəsində bir neçə yerdə yanğın olub. İtkilər barədə hələlik heç bir məlumat verilməyib. Dəyən ziyanın miqyası araşdırılır. İran İraqın paytaxtı Bağdad istiqamətində hücum həyata keçirib. Bağdadda yerləşən Əl-Şalciyə bölgəsi ətrafında partlayış müşahidə olunub. Qeyd olunur ki, Əl-Şalciyə Bağdadın mühüm nəqliyyat və sənaye mərkəzlərindən biri hesab olunur. İsrail Hərbi Hava Qüvvələri İranda ölkənin silahlı qüvvələri tərəfindən silah və hərbi texnikanın daşınması üçün istifadə edilən 8 körpüyə havadan hücumlar həyata keçirib. Hücumdan əvvəl mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görülüb. O cümlədən dəqiq idarə olunan susatlardan və hava fotoqrafiyasından istifadə edilib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin İstanbuldakı baş konsulluğu önündə baş verən silahlı insidentlə bağlı danışıb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Türkiyədə təhlükəsizlik mühitinin təxribatlarla zədələnməsinə icazə verməyəcək. Beşiktaşda baş verən və qəhrəman təhlükəsizlik qüvvələrimizin müdaxiləsi ilə önü alınan hücumu şiddətlə qınayırıq. Amerika, İsrail və İran arasında artan hərbi gərginlik, xüsusilə də nüvə silahının mümkün istifadəsi ilə bağlı səsləndirilən iddialar regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Müxtəlif ölkələr arasında qarşıdurma riskinin yüksəlməsi fonunda yayılan bu xəbərlər cəmiyyətdə narahatlıq yaradır və münaqişənin mümkün inkişaf ssenariləri barədə suallar artırır. Maraqlıdır, davam edən hərbi gərginlik nüvə silahından istifadə mərhələsinə çata bilərmi? Məsələ ilə bağlı News 24 aza danışan politoloq Asif Nəriman qeyd edib ki, nüvə silahından istifadə ilə bağlı səsləndirilən iddialar reallıqdan uzaq görünür. Amerikanın nüvə silahına malik olması rəsmi və məlum faktdır. Lakin İran məsələsinə gəldikdə bu ölkənin nüvə silahına sahib olduğu təsdiqlənməyib. Məlum olan yalnız İranın zənginləşdirilmiş urana malik olmasıdır. Lakin bu materialın real silaha çevrilib-çevrilmədiyi hələ də qeyri-müəyyəndir. Politoloq qeyd edib ki, nüvə silahından istifadə ehtimalı daha çox ekstremal və çıxılmaz vəziyyətlərdə gündəmə gələ bilər. Amerikanın belə bir addım atması üçün ciddi əsas görünmür. Tarixdə bu silahdan istifadə yalnız xüsusi şəraitdə baş verib və hazırki vəziyyət bu səviyyədə qiymətləndirilmir. Amerika hərbi baxımdan üstün mövqeydədir və mövcud qarşıdurmada məğlub tərəf hesab olunmur.